Dövrün tələbindən irəli gələn süni intellektin nəinki kənd təsərrüfatına, eləcə də hər hansı bir sahəyə tətbiqi inkişaf deməkdir. Bunu Milli Məclisin Aqrar Siyasət Komitəsinin iclasında kənd təsərrüfatında süni intellektin tətbiqi, nəticələr və perspektivlər mövzusunda ictimai dinləmədə çıxışı zamanı komitə sədri Tahir Rızayev dedi. Onun sözlərinə görə süni intellektin aqrar sahədə istifadə edilməsinin ölkə iqtisadiyyatına böyük təsirlər olacaq. Bu həm də düşüncələrin formalaşmasını, yeni yanaşmalar, reallıqlara önəm verilməsini, qarşıya çıxan çətinliklərə səbir, təmkin, inam tələb edir. Cəmiyyət bu prosesə hazırlanmalıdır. Süni intellektin istifadəsinin təmin edilməsi, bu istiqamətdə təcrübə mübadilələrinin aparılması, tədqiqatların təşviqi, informasiya texnologiyaları və onların idarəetmə mexanizminin təkmilləşdirilməsi çox vacibdir. Çünki hər bir tədqiqat, tətbiq, İslahat bilavasitə Azərbaycan vətəndaşının sosial rifahına, mənəvi həyatına, rahatlığına xidmət etməlidir. Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov isə bildirdi ki, Azərbaycanın strateji hədəflərindən biri ölkəmizin regionda süni zəka və informasiya texnologiyaları üzrə mühüm mərkəzə çevirməkdir. Bu strateji yanaşma kənd təsərrüfatı sahəsində də yeni imkanlar açır. Aqrar sektor təbiət, iqlim və böyük həcmli məlumatlarla işləyən sahələrdən biridir və süni intellekt texnologiyalarının tətbiqi burada xüsusilə əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən Kənd Təsərrüfatı Nazirliyi aqrar sahədə geniş miqyaslı rəqəmsal transformasiyanı artıq deyərdim ki, ikinci mərhələsini həyata keçirir. 2020-ci ildə etibarən qurulan elektron kənd təsərrüfatı informasiya sistemi fermerlərin dövlət xidmətlərinə çıxışını əhəmiyyətli dərəcədə asanlaşdırmaqla yanaşı, dövlət tərəfindən göstərilən dəstək mexanizmlərin şəffaflığını, operativliyini və səmərəliliyini də ciddi şəkildə artırmışdır. Bu transformasiyanın yeni mərhələsi isə aqrar süni intellekt layihəsidir. Layihə çərçivəsində aqrar sahədə qərar verməni daha dəqiq və məlumat əsaslı etmək məqsədi ilə 30-dan artıq süni intellekt modulu müəyyən edilib. Bu modullar torpaq, iqlim, peyk məlumatları, sahə müşahidələri və digər məlumat mənbələrini bir araya gətirərək həm dövlətin kənd təsərrüfatı ilə bağlı strateji idarəçiliyində, həm də fermer təsərrüfatlarında qərar vermə proseslərini dəstəkləyir. Sistemlər vasitəsilə bitkilərin inkişafı, xəstəlik və zərərvericiləri riskləri, torpaq xüsusiyyətləri, suvarma ehtiyacları və məhsuldarlıq proqnozları kimi mühüm məsələlər üzrə analitik məlumatlar formalaşdırılır. Bu məlumatlar vahid rəqəmsal platformada emal olunur və fermerlərə mobil tətbiqlər və digər kommunikasiya kanalları vasitəsilə çatdırılır. Beləliklə, aqrar idarəetmə modeli tədricən ənənəvi təcrübə yanaşmasından məlumat əsaslı və proqnozlaşdırılan qərar vermə modelinə keçir. Bu yanaşma bir tərəfdən dövlətin aqrar siyasətinin daha effektiv planlaşdırılmasına imkan yaradır, digər tərəfdən isə fermerlərin gündəlik fəaliyyətində daha dəqiq və operativ qərarların qəbul edilməsinə yaxından kömək edir. Eyni zamanda ictimai dinləmədə qeyd edildi ki, süni intellekt texnologiyalarının aqrar sahədə tətbiqi təkcə texnoloji yenilik deyil, həm də kənd təsərrüfatının idarə edilməsində yeni düşüncə modelinin formalaşması deməkdir. Azərbaycanın süni zəka və rəqəmsal texnologiyalar sahəsində regional mərkəzə çevrilməsi istiqamətində aparılan işlər bu sahədə yeni imkanlar yaradır və aqrar sektorun inkişafı üçün də mühüm perspektivlər açır.